Digər mətnin adı isə Azərbaycan xalçalarında simvollar mətnidir. İlk sualımız belədir. Mətndə boş çərçivələrin yerinə uyğun gələn fikirlərin ardıcıllığını müəyyən edin. Onlar daim yer dəyişdiklərinə görə müxtəlif naxışlı, xovlu və xovsuz xalçalardan, çadırların, alaçıqların divarlarında və döşəmələrində istifadə edirlər. Baxın, buradakı hissədə yazıb ki, köçəri həyat tərzi keçirən, burada da yazıb ki, daim yer dəyişmək. Deməli, mən bu birinci cümləni gətirib buradakı boşluğa qoya bilərəm. 2-yə baxaq. Qədim türklərin xalçalarında başqa naxışlardan da istifadə olunurdu. Məsələn, bitki motivli naxışlardan. Deməli, baxaq görək, hardadır bu? Baxın, bu hissədə həyat ağacı xalçalarda müşahidə edilən və ən çox təsadüf olunan rəmzlərdəndir. Ümumiyyətlə, bitki, xüsusilə də ağac türk mədəniyyətində geniş yayılmış anlayışlardır. Burada da elə bitki motivlərindən danışır, düzdür? Bu məlumatı verib, sonra bitki ilə bağlı əlavə məlumatlar verə bilərəm. Deməli, 2 də burada olmalıdır. Daha sonra, 3-cüyə baxaq. Bu peşənin qədimliyi, qədim kurqanlardan tapılan keçə, alaçıq, araba qalıqları ilə yanaşı, xalçalar da sübut edir. Qədimlik ilə bağlı ilə girişin ilk cümləsində məlumat verdiyi üçün 3 burada olsa daha məqsədə uyğun olar. 4-ə baxaq. Bu, xalqımızın öz keçmişinə, sədaqətinin göstəricisi və ənənələrini hal-hazırda yaşatmasının sübutudur. Buradan artıq hiss edirik ki, burada bir nəticə var, yekun bir məlumat var. O da ən son hansı hissəyə uyğun gələr? Baxın, sonda verilən boşluğa uyğun gələ bilər. Bir dənə boşluğumuz qaldı və bir dənə də cümləmiz qaldı. Cəsur döyüşçünün ayrılmaz dostu sayılan quyruğu düyünlü atın xalçalarımızda təsvir də elə bunun göstəricisidir. Baxın, bu boşluq olan hissədə bizə heyvan motivlərindən danışır. Həmin 5-dəki cümlədə isə atın quyruğundan danışır. Deməli, ən uyğun yer buradır. Cavab olacaq 3, 1, 2, 5 və 4. Yəni ki, C variantı. Keçək 52-ci suala. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılan sözlərimiz biri daşıyırlar sözüdür. Getdikləri yerləri özlərlə daşıyırlar, yəni aparırlar. Digəri isə müasir xalçalarda ifadə olunan naxışlar yalnız bəzək xarakteri daşımaqdadır. Biri aparmaq mənasındadır, biri də ifadə etmək mənasındadır. Özü ilə bəzək xarakteri ifadə edir bu şəkildə. Deməli, şairin qoşma və qərarları dərin mahiyyət daşıyır, dərin mahiyyət ifadə edir. Bu şəkildə yaza bilərik. İkinci cümləyə gəlir, ikinci ifadə uyğun gəlir. Aparmaq sözün qarşılığıdır. Bayaq bir yazılan hissədədir. Xalçaları özlərindən daşıyırlar, özlərindən aparırlar. Oraya uyğun gəlir. O, dövlət idarələrindən birində orta vəzifə daşıyırdı. Bu, heç birinə uyğun gəlmir. İfadə etmək mənasındadır. Bəli, ikinciyə yaza bilərik. Ahıl ilə daşdaşı, cahil ilə bal yemə nümunəsində kontekstə görə eyni mənalı söz var. Bəli, burada daşı sözü var. Daşdaşı, daşı apar bu mənada. Bu da bura uyğun gəlir. 1, B, Y, 2, A, D. Keçək 53-cü suala. Mətnə əsasən uyğun fikirlər müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Xalçalarda türk mədəniyyəti ilə bağlı simvollara təsadüf edilir. Bəli, bu hissədə var idi ki, xalçalardakı 8 güşəli ulduz təsviri türk Səlcuq mədəniyyəti ilə bağlıdır. Bəli, bu doğrudur. Mətndə bununla bağlı məlumat olduğu üçün biri götürün. Həyat ağacının eyni bir hissəsi fərqli anlayışları ifadə edir. Həyat ağacı haqqında burada danışır bizə. Yazıb ki, həyat ağacının kökləri yeraltı dünyanı və keçmişi, budaqları isə səma və gələcəyi mənalandırır. Məsələn, eyni bir hissə dediyi üçün kökləri nəzərdə tuta bilərəm. Bu köklər həm dünyanı, həm də keçmişi mənalandırır. Doğrudur, dairələyirəm. Sonra, ay, günəş kimi səma cisimlərinin əks olunduğu naxışlar xalçalarda üstünlük təşkil edir. Deməli, bu hissədə yazıb ki, Azərbaycan xalçalarında ən çox həndəsi, xüsusilə kvadrat və romb formalı naxışlar üstünlük təşkil edir. Aydır, günəşdir, səmadır, bu haqda məlumat yoxdur, ona görə bu səhvdir, bunu götürmürəm. Gəlirəm bu bir tərəfə. Mətndə bu haqda məlumat yoxdur deyir. Xalçalardakı heyvan motivləri bir neçə anlayışı simvollaşdırır. Bu haqda məlumat var idi, baxın burada. Bolluğu, bərəkəti, güc qüvvəti deyir, simvolizə edir. Məlumat var, ona görə götürə bilmərəm, çünki bizə yoxdur deyir. Xalçalarda qədim insan anlayışlarını əks etdirən, yaşayış tərzinə əks etdirən təsvirlərə rast gəlinir. Bu haqda məlumat yoxdur, bunu dairələyirəm. Azərbaycan xalçaları üçün ölümsüzlüyü ifadə edən motivlər də xarakterikdir. Baxın, bu hissədə var. Ölməzliyi anlamını ifadə edir.
Bilqam istasiyonu ilə əlaqələndiriblər. Dirilik ağacı var və ölməzliyi haqqında da məlumat görürük. Bu məlumat olduğu üçün götürmürəm. Cavab olacaq 1, 2, 5. D variantı. Sonra 54-ə baxaq. Xalçalardakı buta elementi ilə bağlı yanlış fikirləri müəyyən edin. Az yanmış xalça naxışı motivlərindəndir. Burada yazıb ki, indi bizə butadan danışdığı üçün bu abzasa baxacağıq. Bu abzasda qeyd olunur ki, xalçalarda ən çox rast gəlinən qədim ornamentlərdən biri butadır. Yəni ən çox rast gəlinirsə, deməli az yayılmış fikri nə olacaq? Səhv olacaq. Biri dairəliyirik. İzahı ilə bağlı fərqli fikirlər var yazıb. Deməli, baxın burada yazıb fərqli yanaşmalar mövcuddur. Yəni burada görürük ki, bu fikirləri qeyd ediblər. Deməli doğrudur. 2-ni götürmürəm. Müxtəlif elementlərin birləşməsindən yarandığı da düşünülür. Gəlin baxaq. Deməli, baxın, dizaynerlərin fikri fərqlidir. Sərf ağacının sintezi kimi qəbul edilir. Foklaların fikrinə görə də ateşpərəstlikdə həyatın əbədiliyin simvoludur. Görək, bu müxtəlif elementlərin birləşməsinin yarandığı da düşünülür. Görək, bu hansı hissədə dəqiq şəkildə var, ona əsasən götürək. Deməli, bu müxtəlif elementlərin birləşməsi ilə bağlı konkret açıq məlumat verməsə də bizə qadir deyir ki, müxtəlif sənət adamlarının buta elementinə fərqli yanaşmaları mövcuddur. Yəni, bunların yanaşmaları tam açıq bizə verilməsə də, bu fikrə əsasən düzgün götürmək olar. Yaranması müasir dövrə təsadüf edir. Yaranması qədim ornament dediyinə görə, deməli, müasir dövrə təsadüf edə bilməz. Bu səhvdir. Bizdən də səhvləri istədiyi üçün cavab olacaq 1 və 4. E variantı. Keçək digər bir suala. 55-ci sual. Mətnə əsasən cədvəldəki uyğun fikirlər müəyyən edin. Verilən fikirlərin doğru və yaxud da yanlış olduğunu müəyyən etməliyik. Deməli, bizim cədvəldə işarələr düşməmişdi. Mən o işarələri qoydum. Ona əsasən gəlin uyğunlaşdıraq. Xalçalardakı naxışlar qədim insanların dünya görüşü ilə sıx bağlıdır. Bəli, bu doğrudur. Burada da doğru qoyulduğu üçün biri götürə bilərəm. Çağdaş dövrdə xalçalardakı naxışlar sırf dekorativ məqsədlə istifadə edilir. Bu da doğrudur, amma yanlış işarəsi qoyulub. Ona görə 2-ni götürmürük. Xalçalardakı naxış elementləri daha çox müsbət fikirlərin ifadəsidir. Bəli, bu doğrudur. Mətndə də bu haqda məlumat var. Bunu götürürük. Naxçıvan incəsənət nümunələrində həndəsi naxışlara üstünlük verilməsi təkcə xalçaçılıq sənəti ilə məhdudlaşmır. Məsələn, həndəsi naxışlar kvadratla rombu idi deyəsən, onun aşağısında bu haqda məlumatlar qeyd olunub. Bu doğru fikirdir, amma yanlış qoyulduğu üçün götürmürəm. Bəzi xalça naxışları əsatirlərlə bağlıdır. Bəli, doğrudur və doğrunun altında işarə qoyulduğu üçün götürə bilərəm. Qədim dövrdən fərqli olaraq günümüzdə xalçalar insanların məişətinin mühüm elementidir. Bu yanlış məlumatdır, ona görə bunu götürmürəm. Cavab olacaq 1, 3, 5. B variantı. Keçirik açıq suallarımıza. 56-da bizə qeyd edir ki, mətndə altına xətt çəkilmiş cümlədə uyğun düzəlişlər yalnız qüsurlu məqamlarda etməklə cümləni yenidən yazın. Gedək altından xətt çəkilmiş cümləni tapaq. Buranı təmizləyək. Deməli, cümlə bizə bu şəkildə verilib ki, qədim dövrlərdən tarixi inkişaf yolu aşaraq günümüzə dək gəlib çatmış xalçaçılıq sənəti bu gün də mədəniyyətimizdə və məişətimizdə öz ifasını qoruyub saxlayır. Deməli, baxın, burada yazıb ki, tarixi inkişaf yolu aşaraq, tarixi inkişaf yolu aşaraq yox da, tarixi inkişaf yolu keçərək yazsaq daha məqsədə uyğun olar. Bir də öz ifasını qoruyub saxlayıb, ifa musiqinə əlaqədardır. Burada öz yerini qoruyub saxlamışdır. Daha doğru olar. İki hissədə qüsur var idi. Bu iki hissəni düzəltmək lazımdır. Keçək digər bir suala. Mətnə əsasən cədvəl doldurun, tamamlayın. Təəssüf ki, bizim əlimizdə cədvəl yoxdur. Burada da cədvəlin boş hissələrini qeyd edir. Təəssüf ki, o da yoxdur. Xalçalarda əksini tapmış motivlərə başqa sənət sahələrində də rast gəlmək olar fikrini mətnlə əlaqələndirib fikrinizi yazın. Deməli, bunu hansı hissələrdə rast gəlirik? Gəlin mətnə qaydaq. Baxın, burada motivlərdən söhbət getdiyi üçün, məsələn, kvadrat, romb, biz bunu riyaziyyat fənnində qarşımıza çıxır, riyaziyyatda görə bilirik. Daha sonra 8 bucaqlı, yenə də riyaziyyatda görə bilərik. Bundan əlavə, məsələn, Dədə Qorqud dastanıdır, ədəbiyyatla əlaqədardır, görə bilərik. Başqa baxaq görək, bizim başqa hansı sahədə görə biləcəyimiz bir şey varmı? Məsələn, motivlərdə buta elementlər, məsələn, dizaynerlər istifadə ediblər. Bunu da görə bilərik. Elə bu şəkildə bunları yazsaz kifayətdir. 60-cı sualda isə mətnə əsasən uyğun bəndi qeyd edin, seçiminizi əsaslandırın deyir. Təəssüf ki, biz o seçimləri görmürük, ona görə
Bunu da saxlayırıq. Belə mətnlərin izahının sonuna gəldik. Ümid edirəm izah sizin üçün yararlı olmuşdur.